Dünyanın ən soyuq və ən tərk edilmiş şəhərlərindən biri Vorkuta şəhəri. Bu şəhərdə 1920-ci illərdə kömür tapdılar. 1931-ci ildə burada kömür çıxartmağa başladılar. Şəhərin tikintisində əsasən qulaq məhbusları işlədilibdir. 1940-cı və 50-ci illərdə minlərlə məhbus burada işlədilibdir. 1953-cü ildə Vorkutada qulaq məhbusları ayağa qalxdılar. Bu ayaqlaşma çox sərt şəkildə bastırıldı. Buna görə də Vorkuta həm sənaye, həm də repressiya tarixinin bir simvoludur. Vorkutanın əsas iqtisadi gəliri kömürdür və SSR dövründə əsas kömür çıxan yerlərdən biri idi. Burada çoxlu kömür çıxardırdılar. Vaxt keçdikcə kömür mədənləri yavaş-yavaş bağlanmağa başladı. Bu səbəbdən şəhərin əhalisi azalmağa başladı. Şəhərin ən pik əhali sayısı təxminən 120 min adam idi. Hal-hazırda Vorkutanın əhalisi təxminən 65 mindir. Vorkutada iqlim çox sərtdir. Qışda hava -40 dərəcəyə qədər düşə bilir. Burada qış uzun və qaranlıq olur, yayları isə çox qısa olur. İsə təəccübləndirici deyil, çünki Vorkuta Respublika Komada yerləşir, Rusiya Federasiyasında. Ora isə soyuq bir yerdir. Vorkuta ölən şəhərlər kimi tanınır, çünki ətrafında çoxlu sayda tərk edilmiş qəsəbələr mövcuddur. Sovet hökuməti dağılandan sonra və çoxlu mədənlər bağlanandan sonra insanlar şəhəri tərk eləməyə başladılar. Bir də maraqlı fakt deyim, keçən səfər sadəcə maraq üçün Vorkutada evlərin qiymətlərinə baxırdım. 2 otaqlı evi 500 min rubla, 700 min rubla tapdım. Və hətta 3 otaqlı evi 600 minə də tapmışdım. Özdə bu bir dəfə, 2 dəfə olan şey deyil. Orada evlərin qiyməti belədir. Yaşayan demək olar ki, yoxdur. İnsanlar orada demək olar ki, ev almır. Ona görə də evlərin qiymətləri belə ucuzdur.